Ətraflı yazı tələb edən belə bir sualımız var. Sualı videonun üzərinə yerləşdirəcəm. Bizə ailə C arasındakı nöqtəni soruşur və y bərabər 2x plus b funksiyası A nöqtəsi -4-də kəsir. Bu zaman x-in yerinə -4. O zaman A nöqtəsi nə olur? Olur -4 və 0. Gətirsək x-i bura qoysaq, y-in də yerinə 0, 0 bərabərdir -8 plus b, b bərabər də olur 8. Deməli bizim b 8-dir, o zaman y də 8-dir, yəni burada olur 8. Və bizdən buranın A ilə C arasındakı məsafəni soruşduğuna görə, üç bucaqdan hündürlüyə görə tapsaq, h-ın kvadratı bərabərdir, n vurulsun n deyildi. Bu zaman yazarıq 8-in kvadratı, yəni 64 bərabərdir. 4 vurulsun, burada bir x desə x də bərabər neçə eləyəcək? 16. Deməli, burada eləsə 16 və A ilə C arasındakı məsafə eləyəcək 20.